8-14 iyun tarixləri arasında sizi hansı enerjilər gözləyir? Bu həftə bəzi bürclər üçün yeni imkanlar, bəziləri üçün isə vacib qərarlar dövrü olacaq. Bürcünüzün həftəlik proqnozunu dinləməzdən əvvəl kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın ki, yeni proqnozları vaxtında görə biləsiniz. Qoç, bu həftə enerjiniz yüksək olacaq. Qarşınıza çıxan imkanları düzgün qiymətləndirsəniz, mühüm nəticələr əldə edəcəksiniz. İş və təhsil sahəsində yeni başlanğıclar üçün münasib zamandır. Həftənin ikinci yarısında gözlənilməz bir xəbər sizi sevindirə bilər. Buğa, maliyyə məsələlərində diqqətli davranmaq vacibdir. Tələsik qərarlar vermək əvəzinə hər şeyi yaxşı analiz etməyə çalışın. Ailə üzvləri ilə keçirəcəyiniz vaxt sizə mənəvi rahatlıq gətirəcək. Uzun müddətdir düşündüyünüz bir məsələ ilə bağlı aydınlıq yarana bilər. Əkizlər, bu həftə ünsiyyət bacarıqlarınız sayəsində diqqət mərkəzində ola bilərsiniz. Yeni insanlarla tanışlıq və maraqlı söhbətlər sizə fayda gətirəcək. Öz fikirlərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin. Gözlənilməz bir təklif alma ehtimalınız var. Xərçəng, daxili hissləriniz bu həftə sizə doğru yol göstərə bilər. Özünüzə və instinktlərinizə güvənin. Həm fiziki, həm də emosional sağlamlığınıza diqqət ayırmaq vacib olacaq. Həftənin sonuna doğru özünüzü daha rahat və motivasiyalı hiss edə bilərsiniz. Şir, parlamaq vaxtıdır. Ətrafınızdakı insanlar sizin enerjinizi və özünüzə inamınızı hiss edəcəklər. Yaradıcılıq tələb edən işlərdə uğur qazanmaq şansınız daha yüksəkdir. Qarşınıza çıxan fürsətlərdən istifadə etməyə çalışın və öz potensialınızı göstərin. Qız, planlı və nizamlı davranışınız bu həftə sizə üstünlük yaradacaq. Uzun müddətdir yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli zamandır. Detallara diqqət yetirməyiniz səhvlərin qarşısını almağa kömək edəcək. Səbriniz yaxın günlərdə mükafatını ala bilər. Tərəzi, münasibətlər sahəsində balans yaratmaq əsas mövzulardan biri olacaq. Səmimi söhbətlər və qarşılıqlı anlayış bir çox problemləri həll edə bilər. Həftə ərzində vacib bir qərar vermək ehtimalınız var. Tələsmədən hərəkət etmək daha yaxşı nəticə verəcək. Əqrəb, qətiyyətiniz və güclü xarakteriniz sayəsində çətin görünən məsələləri həll edə bilərsiniz. Uzun müddətdir düşündüyünüz bir mövzu ilə bağlı yeni məlumat əldə edə bilərsiniz. Həftənin sonuna doğru özünüzü daha güclü hiss edəcəksiniz. Oxatan, yeni biliklər və yeni təcrübələr üçün uğurlu həftədir. Qarşınıza maraqlı fürsətlər çıxa bilər. Səyahət, təhsil və gələcək planlarla bağlı sevindirici xəbərlər alma ehtimalınız çox yüksəkdir. Optimistliyiniz sayəsində motivasiya verəcək bu hər şeydə sizə. Oğlaq, məsuliyyətlər bir qədər artsa da, zəhmətiniz qarşılıqsız qalmayacaq. Karyera və maliyyə məsələlərində irəliləyiş hiss edəcəksiniz. Səbirli olmaq və başladığınız işi yarımçıq qoymamaq üçün qazanmağınıza kömək edəcək. Dolca, fərqli düşüncə tərziniz bu həftə diqqət çəkəcək. Yeni ideyalarınız ətrafınızdakı insanlara maraqlı görünə bilər. Dostlarla görüşlər və komanda işləri sizə müsbət təsir göstərəcək. İnanılmaz, gözlənilməz bir tanışlıq da mümkündür. Balıqlar, hissləriniz və intuisiya qabiliyyətiniz güclənəcək. Sevdiyiniz insanlarla daha çox vaxt keçirmək sizə xoş təsir bağışlayacaq. Yaradıcılıq tələb edən fəaliyyətlərdə uğur qazana bilərsiniz. Həftənin son günləri sizin xüsusilə xoş keçə bilər. Həftənin bizə ümumi mesajı isə qarşınıza çıxan imkanları dəyərləndirin. Öz gücünüzə inanın və müsbət düşüncənizi qoruyun. Bəzən həyatın dəyişməsi üçün sadəcə bir addım kifayət edir. Şərhlərdə bürcünüzü yazın da bu həftə proqnozu sizə nə qədər uyğun gəldiyini bizimlə bölüşün. Videonu bəyəndinizsə dəstək olmaq üçün bəyənməyi unutmayın. Yeni həftəlik və gündəlik bürc proqnozlarını qaçırmamaq üçün kanala abunə olun və bildiriş zəngini aktiv edin. Ulduzların növbəti mesajlarında görüşənədək.